Yumuşaq, ləzzətli və daha asan bir şəkildə hazırlaya biləcəyiniz çətə resepti paylaşacağam. Yoğurma qabına ələmiş unu töküb, üzərinə duz əlavə edib, ortasını yuva formasında açıb, otaq temperaturunda yumuşalmış çərə yağını da əlavə edərək umaç hazırladım. Hazırladığım umacdan içliyi üçün 2 stəkan ayırıb hələlik kənara qoydum. Qalan kütləyə yumurta, qabartma tozu, vanil və qatıq əlavə edib xəmir yoğuracağam. Ələ yapışmayan yumuşaq bir xəmir əldə olunmalıdır. Xəmiri yarım saatlıq soyuducuya dincəlməyə göndərib içliyini hazırlayıram. Əvvəlcədən ayırdığım 2 stəkan umacın üzərinə 1 stəkan şəkər tozu və 1 paket vanil əlavə edib qarışdırdım. İçliyi artıq hazırdır. Dincələn xəmiri 420 qramlıq kündələrə bölüb kündəndə gördüyünüz nazikliyində yaydım və üzərinə yumurtanın ağını çəkirəm ki, içliyi dağılmasın. Yaydığım xəmirin üzərinə 1 stəkan içlikdən töküb kənarlarını boş saxlamaqla üzərinə də bu şəkildə basıram ki, içliyi bükən zaman dağılmasın. Və son olaraq bitiş nöqtəsinə yumurtanın ağını çəkib bu şəkildə bərkidirəm. Digər kündələri də eyni şəkildə hazırlayıb yumurtanın sarısına duru yağ əlavə edərək üzərinə çəkdim və çəngəl ilə bu şəkildə izlər qoyub təxminən 3 barmaq enliliyində də kəsirəm. Yağlı kağız sərdiyim soba lisinə aralıqlı məsafələrdə yığıb əvvəlcədən qızdırdığım sobada bişirəcəm. Nəfəsimin yetdiyi qədər videonu izah etməyə çalışdım. Ərzaqların miqdarını və ətraflı məlumatı açıqlamalar bölməsində də qeyd edəcəm. Daha ətraflı isə YouTube kanalımdan izləyə bilərsiniz. Bu qədər yumuşaq, ağızda əriyən ləzzətli kətələrim hazırdır. Videonu bəyənərək paylaşıb səhifəni də takib etməyi unutmayın.